Hərbi cinayətlərdə ittiham olunan general-mayor David Manukyan 2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan Respublikasının vətəndaşlarının qondarma rejimin ordusunda hərbi xidmət keçdiyini qeyd edərək diqqətə çatdırıb. O, bu barədə Bakı Hərbi Məhkəməsində ifadəsində danışıb. Bir qədər geriyə qayıtdım. Orduda 2020-ci ildən sonra kifayət qədər ixtisarlar baş verdi. Diviziyanında ixtisar aparıb briqada səviyyəsinə saldılar. O, həmçinin 2020-2023-cü illər ərzində Qarabağda təxminən 10 minədək hərbi qulluqçunun olduğunu qeyd edib. Bundan başqa istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini qeyd edib. Təqsirləndirilən şəxs evində tapılmış silahlar barədə danışıb. Mənim Xankəndidəki mənzilimdə 2 silahım olub. Biri tapanca, o biri isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının polis idarəsində qeydiyyatdadır. Qeyd edək ki, 44 günlük müharibədən sonra Qarabağda cəmi 60-70 min erməni qalmışdı. Belə az saylı toplumdan 10 min hərbiçinin çıxması inandırıcı deyil. Bu bir daha Ermənistan hərbiçilərinin və muzluların müharibədən sonra da Qarabağda qaldığını sübut edir.